Biraz geniş mövzudur bilirsiniz. Tam bütöv şəkildə izah eləməsəm də, kənarda qalan, hər kəsin demədiyi, başa düşülməyən hissələri ümumi şəkildə izah etməyə çalışacağam. Və bir də əraziləri göstərəcəm. Və öz vəsaitimin üzərindən izah verəcəm. İlk öncə onu deyək ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın həqiqətən də çox şanlı olan tarixindən biridir. Mən bunu mövzunu təsadüfən deməyim də, təsadüf deyə bir şey yoxdur. Təvafüq oldu ki, seçdim. Heç ağlımda yoxkən dedim ki, AXC-ni izah eləyəcəm. Sonra yadıma düşdü ki, bu gün ayın 28-i artıq AXC-nin yenə ildönümü olacaq da. Doğum günü olacaq, yəni belə deyək. Nə yaxşı bir təvafüq oldu ki, bunu elə ondan öncə biz bu mövzuya toxunmuş olduq. Üstəlik də ki, imtahanlarda %100 düşən bir mövzudur və çox da çətinlik çəkilən bir mövzudur. Və onu da deyim ki, bu mövzu heç də çətinlik çəkiləcək bir mövzu deyil, amma hər kəs indiyə qədər qarşıma gələn istər MİQ, istər sertifikasiya, istərsə də abituriyentlərin ən çox çətinlik çəkdiyi hissə məhz bu hissə olur. Soruşanda deyirlər ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətinlik çəkdiyimdir. Bu gün sizə sizin o çətinlik çəkdiyiniz hissələri izah etməyə çalışacağam. Dediyim kimi geniş şəkildədir mövzu. Mən bir 30-40 dəqiqəlik nəzərdə tutmuşam və bu 30-40 dəqiqə ərzində sizə tez də bitə bilər. Sadəcə deyilməyən və gözdən kənarda olan hissələri izah eləyəcəm. Və niyyətim budur ki, kimlərin ki həqiqətən ehtiyacı var mənim dediklərimə və kimlərin həqiqətən niyyəti öyrənməkdirsə, indi və bundan sonra, yəni bu videoya baxacaqlar olanlar burdan öz payını götürsünlər. Və başlayaq. Azərbaycan Xalq Cümhuriyyəti deməli 1918-ci ilin çox adam səhv salır ki, mayın 27-si mi yarandı, yoxsa 28-i mi yarandı? Mayın 27-sində Milli Şura yaradıldı. Milli Şura nədir? Qanunverici orqan. Amma Xalq Cümhuriyyətinin bir dövlət olaraq yaranması 1918-28 may. Bunu nədən müəyyən edirik? İstiqlaliyyət bəyannaməsinin qəbul edilməsi ilə. Yəni istiqlaliyyət bəyannaməsi nədir? Bir dövlətin müstəqil olduğunu, müstəqilliyini göstərən sənəd. Necə ki, hal-hazırda Azərbaycanın konstitusiyası var. Və yaxud da 1991 18 oktyabrda qəbul olunan məsələn akt müstəqilliyimizi göstərir. Burada da İstiqlaliyyət bəyannaməsi ilk dəfə dünyada ABŞ-da, daha sonra biz Azərbaycan Xalq Cümhuriyyətində öyrənirik ki, İstiqlaliyyət bəyannaməsi qəbul olunur. Ondan öncəki dönəmə çox da girmək istəmirəm. Bilirsiniz, Seym var idi və Seymdə 3 millət təmsil olunurdu. Azərbaycan, Gürcüstan və Ermənistan. Ermənistan deməyək, Azərbaycan, Gürcü və Erməni. Bu dövrdə Ermənistan deyə dövlət yoxdur. Dövlət olaraq Azərbaycan və Gürcüstan deyə bilərik. Ümumiyyətlə bu Seymdir, komissarlıqdır, komitədir. Danışdıqca gedirəm dərinliyə. Bunlar Cənubi Qafqazı idarə etmək üçün yaradılmış qurum idi və Cənubi Qafqazda olan millətlər, xalqlar belə deyək, daxil idi bura. Və həmin dövrdə Azərbaycan, Gürcüstan və Ermənistan hal-hazırda var Cənubi Qafqazda və bunlar demək ki, daxil idi ora. Qayıdaq indi Azərbaycan Cümhuriyyətinə. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlaliyyət bəyannaməsini qəbul etdikdən sonra müstəqil olur və müstəqil olduqdan sonra ilk onu tanıyan dövlət, bilirsiniz, Osmanlı dövləti olur. 1918 4 iyunda sülh və dostluq müqaviləsi Batumda imzalanır. Batum konfransı zaten may ayından artıq fəaliyyət göstərirdi və bu müqavilə imzalananda Azərbaycan Xalq Cümhuriyyəti Osmanlıdan yardım istəmə, belə deyək, orada şərti var idi ki, əgər ehtiyac olarsa hərbi yardım ala bilər. Və təbii ki, bizim də buna ehtiyacımız var. Nəyə görə? İndi ekranı dəyişirəm, başqa bir ekran xəritə açacağam indi sizə və o xəritənin üzərindən izah eləyəcəm. Dəqiqə. Burada bütöv var, ona görə hamısı gedir. Baxın, bu Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda onun ərazisidir. Bilirsiniz ki, Xalq Cümhuriyyəti müasir Azərbaycan Respublikasının biraz geniş əraziləri əhatə edirdi və burada Azərbaycan Xalq Cümhuriyyəti yarananda Bakı qəzası, baxın, Bakı yazılan yer ondan kənarda qalan ərazi idi. Çünki burada bolşeviklər hakimiyyət qurmuşdular Mart soyqırımından sonra. Hətta Rusiyada 1917 fevral burjuwa inqilabından sonra bolşeviklər oktyabr çevrilişi edəndən sonra rəsmi şəkildə Bakını ələ keçirmişdilər və orada idarəçilik eləyirdilər.
Xalq Cümhuriyyəti də baxın qurulub, bütün Azərbaycanı əhatə eləyir, bir tək Bakı kənarda qalıb və bu məcburdur Bakını azad eləsin. Deyirdilər ki, Bakısız axıcı başsız bədən kimidir. Yəni ümumiyyətlə Bakı strateji coğrafi mövqe olaraq da çox önəmlidir. Çünki liman şəhəridir və bu liman şəhəri olması da onun üçün bir üstünlükdür. Ona görə də axıcı məcbur idi bunu azad etsin və 4 iyunda müqavilənin şərtinə əsasən tələb eləyir ki, ona hərbi yardım eləsinlər və Osmanlı dövləti də bu hərbi yardım etməyə qəbul eləyir. Amma qoşunu bura Qafqaz İslam Ordusu adı ilə göndərir. Burada bir sual yaranır. Niyə qoşunu, ordunu, yəni Nuru Paşanın rəhbərliyi ilə göndərdiyi bu ordunu Osmanlı ordusu yox, Qafqaz İslam Ordusu adlandırır? Çünki həmin dövrdə həm Almaniya, həm də Rusiya buna etiraz eləyə bilərdi. İmkan verməyəcəkdilər Azərbaycana daxil olmasına. Ona görə də adı dəyişir, eləyir Qafqaz İslam Ordusu və bu Qafqaz İslam Ordusu burada Ermənistan yazılıb, indi ona da gələcəm. Biz danışdığımız hal-hazırki dövrdə Ermənistan Respublikası yenicə yaranıb. 28 may Azərbaycan yaranır, 29 may İrəvan hesabına, baxın İrəvan, buranın hesabına Ermənistan Respublikası yaranır. Yəni 1918 29 maya qədər Ermənistan Respublikası deyə bir ifadə yoxdur. Ermənilərin dövləti deyə bir şey yoxdur. Var, indi o daha dərindir, başqa yerlərə gedirik. O başqa dövlətdir. Amma bizim danışdığımız ermənilərdən ki, hal-hazırki Ermənistan, onların dövləti olmayıb və 1918 29 mayda öz dövlətlərini yaradılar bizim torpaqlarımızın hesabına. Və Osmanlı dövləti Gürcüstandan keçib Azərbaycana qoşunlarını, yəni gətirməlidir. Gürcüstan da həmin dövrdə Almaniya ilə əməkdaşlıq eləyir. Ona görə Almaniya da istəmir Osmanlı gəlsin Azərbaycana. Gürcüstana əmr verir, göstəriş verir ki, imkan vermə girsinlər Azərbaycana və Gürcüstanda Borçalı yaxınlığında bir döyüş baş verir. Borçalı bilirsiniz, bizim tarixi torpaqlarımızdır və bu dövrdə də Gürcüstanla mübahisəli olan ərazilərdən biridir. Və Borçalı yaxınlığında döyüşlərdə Osmanlı Azərbaycan qoşunları qalib gəlir. Yəni gürcülər mane ola bilmir Osmanlıların Azərbaycana gəlməsinə. Mane ola bilmədiklərinə görə tələb edirlər ki, Tiflisdə yaradılmış bu hökumətinizi burdan köçürün və məcbur olur ki, AXC də hökuməti burdan köçürür. 1918-ci ilin iyun ayında. İndi Azərbaycan Xalq Cümhuriyyətində yaranmış hökumət və Milli Şura nədir, bunu deyək. Ən çox da çətinlik çəkilən hissə budur. Bu orqanların nə olduğunu bilmirlər. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti demokratik quruluşda yaranmış bir dövlət idi. Yəni hakimiyyət bölgüsü qurmağa çalışırdı. Sadəcə olaraq tam qura bilmir, çünki 23 ay ömrü çəkir və hakimiyyəti tam şəkildə qurub bitirə bilmir. Və bu dövrdə bu şəkildə qurmuşdu. Qanunverici Milli Şurada, amma müvəqqəti Milli Şura. Yəni parlament yaratmağı hədəfləyirlər. Qanunverici müvəqqəti Milli Şuradır. İcra edici isə hökumət kabinetləridir. İlk 3 hökumət kabinetində Fətəli xan Xoyski rəhbərliyi edir. Bu dövrdə də Fətəli xan Xoyski idi. Və deməli qanunu verir Milli Şura, birinci hökumət kabinetinə aiddir bu. Onu icra eləyir, həyata keçirir hökumət. Yəni Fətəli xan Xoyski. Milli Şuranın sədri də Rəsulzadə idi. Deməli göstərişi verir Rəsulzadə, həyata keçirir Fətəli xan Xoyski. Müasir dövrdə necə bölünüb hakimiyyət Azərbaycanda? Qanunverici orqan Milli Məclis, icra edici isə prezidentdir. Yəni Milli Şurada, Milli Məclisdə deputatlar səsə qoyurlar, səs vermə eləyirlər və qərarı qəbul eləyirlər. Qəbul olunarsa əgər prezidentin önünə sənəd gətirilir, o da fərmanı imzalayır. Xəbərlərdə bizə xəbər verirlər ki, prezident filan fərmanı imzaladı, yəni icra etdi. Bu dövrdə isə icra edici Fətəli xan Xoyski, yəni hökumət kabineti idi, belə deyək, birinci hökumət kabineti. Deməli, Osmanlı qoşunları Azərbaycana daxil olur və Azərbaycana daxil olduqdan sonra gəlir Gəncəyə. Hökuməti də köçürdülər Gəncəyə. İkinci ən çox çətinlik çəkilən hissə. Paytaxt Tiflis, Gəncə və Bakı deyirlər. Tiflis paytaxt olmayıb. Biz heç vaxt başqa dövlətin ərazisində olan bir şəhəri öz dövlətimizin paytaxtı edə bilmərik. Tiflis də Azərbaycanın ərazisi deyildi. Sadəcə olaraq Milli Şura və hökuməti orada yaratmışdılar. AXC-nin 2 paytaxtı olub, Gəncə və Bakı. Deməli, Milli Şuranı və hökuməti köçürdülər Gəncəyə və beləliklə paytaxt oldu Gəncə, birinci paytaxt, gələcəkdə Bakı olacaq. Və hökumət də buradadır. Nuru Paşa bura gəldikdən sonra iyun böhranı baş verir. Ən çox indi bilinməyən hissələrdən biri bu. Bu iyun böhranı nə idi? Niyə iyun böhranı baş verdi? Kitabda sadəcə yazır ki, orada qarışıqlıq oldu və s.
Amma nə qarşılıq olduğu yazılmır. Nuru Paşa Gəncəyə gəldikdən sonra, yəni bu Qafqaz İslam Ordusu gəlib Gəncəyə yığışıb, hökumət də köçübdür Gəncəyə, yəni dəyişibdir ərazisini və burada Nuru Paşa görür ki, Azərbaycan Xalq Cümhuriyyəti demokratik quruluşda bir idarəçilik rejimi yaradıb. Yəni burada qurduğu, sistem Osmanlıdan fərqli olaraq Osmanlı monarxiyadır, yəni bir tək sultandır. Sultan həm qanunu verir, həm onu icra eləyir, məhkəmə də özüdür. Yəni burada hakimiyyət bölgüsündən söhbət getmir. Osmanlı bu nə olan şeydir bilmir. İlk dəfə burada görür ki, AXC isə demokratik bir respublika yaradıb. Həqiqətən Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları çox uzaq görən, çox dünya görüşü zəngin insanlar olub. Kaş ki biz də onları görmüş ola bilərdik. Yəni o dövrdə, o gərgin bir şəraitdə belə bir dövləti qurmaq həqiqətən də hər insanın işi deyil ki, onlar bunu bacarmışlar. Ümumiyyətlə burada nəyi deyirdim? İyun böhranı nədir? Nuru Paşa gördü ki, bunlar demokratik bir rejim qurublar və bəyənmir bunu. Deyir, bu nədir? Yəni mən sizin dilinizdə izah eləməyə çalışıram ki, başa düşəsiniz. Deyir ki, yəni bu nədir? Belə şey olmaz. Yəni bizim kimi olmalısınız, monarxiya olmalısınız. Bunu deyir. Bəyənmir bu quruluşu. Bunu tarixçilər bu arada 2 səbəbi olduğunu deyirlər. Birincisi Nuru Paşa bu mənim dediyim cavab. Yəni deyir ki, biz monarxiyayıq, siz də monarxiya olmalısınız. Bu nədir? Müasir quruluşlu bir şey qurmusunuz və üstəgəl o dövrdə monarxiya quruluşunda olan bir dövlətin, respublika quruluşunda olan bir dövlətə kömək etməsi də görülməmiş bir hadisə idi. Yəni Osmanlı kömək eləmişdi. İkinci isə buna əsas gətirirlər ki, Osmanlı dövlətinin gələcəkdə Azərbaycanı işğal etmək deyə bir planı var. Məhz buna görə İstəmir Azərbaycan belə bir müstəqil olsun, ona görə etiraz edir və beləliklə burada bir iyun böhranı baş verir. Yəni Nuru Paşanın etiraz etməsi bir qarışıqlıq yaradır. Bizim AXC nümayəndələri də istəmir Nuru Paşa ilə, yəni Osmanlı ilə münasibətləri pisləşdirsin. Çünki Osmanlının yardımına ehtiyacı var. Və düşünürlər ki, gəlin biz bunun istədiyi şəkildə müvəqqəti olaraq bir idarə sistemi yaradaq. Bunu razı salaq, sonra yəni həll eləyərik də. Bu da nə olur? İkinci hökumət kabinetini yaradılar. Yəni Nuru Paşanın o etiraz elədiyi qanunverici orqan olan Milli Şuranı ləğv eləyirlər. Onun etiraz elədiyi o icra edici orqan olan 1-ci hökumət kabinetini də ləğv eləyirlər. Nuru Paşanın ürəyi yerinə düşür. Daha sonra 2-ci hökumət kabinetini yaradılar. Baxın 2-ci hökumət kabinetinin özəl cəhəti nədir? Həm qanunvericidir, həm də icra edicidir. Yəni ikisini birinə salıblar ki, Nuru Paşa görsün ki, bizdə hakimiyyət bölgüsü deyil də, hamısını bir hökumət kabineti eləyir yəni. Və bundan sonra iyun böhranını bu şəkildə həll eləmiş olurlar. O deyirlər, nə şiş yansın, nə kabab, belə deyək. Həm onun dediyi olur, həm bunun dediyi olur, belə bir şey olur. Sonra və beləliklə bu böhranı bu şəkildə aradan çıxartmış olurlar. İndi bunların ikinci hökumətin qarşısına duran ən mühüm vəzifə nədir? Bakını azad etmək. Yəni bunların bir hədəfi var. Nuru Paşa o boyda yolu keçib Gürcüstandan savaşa gəlib ki, Bakını azad eləsin. Və bu vaxt bolşeviklər artıq xəbər alırlar ki, bu qoşun, belə deyək də, gəlir Bakını azad etməyə. Ona görə də ondan qabaq hərəkətə keçir. Baxın, burada göstərməyə çalışıram ki, göz yaddaşı ilə yadınızda qalsın. Pişiyin səsindən əgər eşitsəz. Bakıdan hərəkətə keçirlər. Bakıdan deməli başlayır bolşeviklər, yəni ruslar hərəkətə keçirlər, gəlirlər Göyçaya qədər. Gəncədən də zaten bunlar yola çıxıblar da, yəni məqsədləri Bakını azad etməkdir. Bu da buradan çıxır və bunlar Göyçayda toqquşurlar. Göyçay döyüşləri baş verir. İyun ayının sonu, iyulun əvvəli və bu döyüşlərdə bilirsiniz, Nuru Paşa, yəni AXC və Osmanlı qoşunlarının, birləşmiş qoşunları qalib gəlir. Və bundan sonra artıq bolşeviklərin içində, yəni Bakıda bir qarışıqlıq yaranır. Çünki onlar məğlub olduqdan sonra geri çəkilirlər. Bunlar da onun arxasınca gəlib Bakını mühasirəyə alanda bolşeviklər başa düşürlər ki, cavab verməlidirlər. Çünki əgər bu qoşunlar Bakıya girsə, ermənilər burada törətdikləri soyqırımlara görə də, hansı ki soyqırımlar sentyabrın 15-nə qədər Bakı quberniyasına davam edib. Bu arada Bakı quberniyasında soyqırım mövzusunda, soyqırımların davam etməsi məsələsində də çox çətinlik çəkirlər. Bakı şəhərində aprelin 2-sində soyqırım dayanmışdı. Amma Bakı quberniyası deyəndə, baxın, Bakı quberniyası hara yazılıb?
Quba, Şamaxı, Cavad hamısına, Bakı, yəni bunlar hamısı Bakı quberniyası. Deməli bütöv şəkildə Bakıda aprelin 2-si dayanmış olsa da quberniyada davam edir sentyabrın 15-nə qədər. Sentyabrın 15-də Bakı azad olduqdan sonra artıq AXC bütöv ərazi bütövlüyünü bərpa eləyir və bundan sonra artıq burada belə deyim, soyqırımlar dayanmış olur. Yəni ermənilərin bu soyqırımı artıq başa çatdırılır. Bir dəqiqə. Belə. Daha sonra sizə indi inzibati əraziləri də göstərəcəm. Hətta kontur xəritə üzərindən də indi izah eləyəcəm ki, harda hansı burada quberniyalar var idi. Bircə dəqiqə. General qubernatorluqları daha doğrusu izah eləyəcəm. Daha sonra önəmli olan hissələrdən nə idi? Orada qanunlar var idi. Baxın, dövlətin qurulmasından sonra verilən qanunlar. Onlara çox da toxunmayacağam, çünki onları onsuz da əzbərləyərək yadınızda saxlaya bilirsiniz. Bircə dəqiqə mən bu pişiyi birdən yola salıb yoxsa imkan verməyəcək. Artıq əməli başda əsəbimə toxunmağa başlayırdı. Qanunları falan deməyəcəm, çünki oranı onsuz da özünüz əzbərləyirsiniz. Əzbərin nəyini izah eləyim, amma çətinlik çəkilən o hissələri izah eləməkdə davam eləyəcəm. Növbəti məsələ ərazi. İnzibati bölgünü gəlin izah eləyək. Baxın xəritə üzərinə. Burada deməli baxın. Ərazi inzibati olaraq qəzalara bölünür. Baxın, hamısı bizim indi bildiyimiz bu rayonlar, şəhərlər ki var. Baxın, Bakı qəzası, Quba qəzası, Nuxa qəzası və s. yəni. Şuşa qəzası, Cavanşir, Naxçıvan hamısı qəzadır. Yəni bildiyimiz rayonların hamısı ayrılıqda qəzadır. Bəs bunu inzibati olaraq necə bölmüşdü? Baxın, quberniyalara bölüb. Zaqatala quberniyası. Baxın, şimal isə Zaqatala quberniyası, şimal-qərb Qazaxdır, Gəncədir, Gəncə quberniyası. Bakı quberniyasını bayaq göstərdim. Quba, Şamaxı, Cavad və s. Bakının özü, bunlar hamısı Bakı quberniyası. Daha sonra gələcəkdə bu general qubernatorluqlar yaradır, məcbur olur. Çünki erməni hücumlarından qorumalı idi. Qarabağ general qubernatorluğu və Naxçıvan general qubernatorluğu. Ora daxil olanları indi deyək. Baxın, Qarabağ general qubernatorluğuna daxil idi. Cənubda Cəbrayıl qəzası, onun yuxarı hissəsində Şuşa qəzası, daha sonra Cavanşir qəzası və qərb tərəfdə Zəngəzur qəzası. Bu 4 ərazi daxildir Qarabağ general qubernatorluğuna. Daha sonra Naxçıvan general qubernatorluğu. Daxil idi bura Naxçıvan, Şərur Dərəlez, Vedibasar və Ordubad. Ordubadı burada göstərməyib, amma digər üçü var. Bir də göstərirəm Qarabağ general qubernatorluğuna daxil olanları. Cənubdan yadda saxlamaq üçün ümumiyyətlə xəritəni, ərazini öyrənəndə yadda saxlamağın ən asan yolu gah sağdan baxıb, gah soldan baxıb, gah yuxarıdan, gah aşağıdan yox. Bir qayda üzrə öyrənəndə, yəni xəritəyə bir dəfə baxmısan, ikinci dəfə baxacaqsansa eyni yolla baxaraq get. Elə olanda beynin daha rahat şəkildə yadda saxlayacaq. Bayaq necə dedim? Cənubdan başladım saymağa. Yenə cənubdan sayıram. Baxın, Qarabağ general qubernatorluğuna daxildir. Cəbrayıl qəzası, Şuşa qəzası, Cavanşir qəzası və Zəngəzur qəzası. Bunlar oldu Qarabağ general qubernatorluğu. Naxçıvana yenə cənubdan başlayıram. Naxçıvan qəzası, Şərur Dərəlez, Vedibasar və Ordubad. Gəlin kontur xəritə üzərindən indi baxaq, müəyyənləşdirək. Baxın, ikisini istəyirəm yan-yana qoyum ki, görə bilirsinizsə seçə biləsiniz. Baxın, 1 və 2 ilə işarələmişik. 1, Naxçıvan general qubernatorluğu. Deməli, 1, Naxçıvan general qubernatorluğu. 2, Qarabağ general qubernatorluğu. Hərflərlə işarələdiyim, burada birini qoymaq yaddan çıxıb, deyərik onun sözlə. Hərflərlə işarələnənlərsə onun içərisində daxil olan qəzalardır. Baxın, A ilə işarələnən Naxçıvanın tərkibində, general qubernatorluğunun tərkibində daxil olan Naxçıvan qəzası. B ilə işarələnən Şərur Dərəlez. Bax, mən nəslim köküm burdandır. Şərur Dərəlez. Dərəlez deyik biz. Dərəlez mahalındanıq Qərbi Azərbaycan. Baxın bura, Şərur Dərəlez. Və Vedibasarı işarələmək yaddan çıxıb. Bu hissədə Vedibasar. Deyə bilərsiniz ki, niyə buralar belə boz rəngdədir? Belə
xəttlərlə işarələnib və bu rəngdədir. Çünki oralar mübahisəli ərazilər idi. Ona görə xəritədə bunu fərqləndirmək üçün bu şəkildə verilib. İndi keçək Qarabağ General Qubernatorluğuna daxil olanlarına. Yenə cənubdan başlayıram saymağa. Cəbrayıl qəzası, baxın D olan Cəbrayıl, Y olan Şuşa. Gərək bunu ardıcıllıqla düzəldim. İndi fikir verdim. Sonra F olan, yəni yuxarıdakı olan Cavanşir qəzası və bu qərb tərəfdə olan Zəngəzur qəzası. Beləliklə bu da oldu Qarabağ General Qubernatorluğuna daxil olan ərazilər. Burada da belə quberniyaları rəqəmləmişəm. İstəyirsiniz gəlin onu da deyək. Bayaq əslində bunu izah elədim. Bəli, düzdür, əla. Artıq başa düşənlər var. Bir də göstərək. Bakı quberniyası, baxın quberniyalar budur. Bakı quberniyası, Zaqatala quberniyası, Gəncə quberniyası, qubernatorluqlar Qarabağ və Naxçıvan. Məncə bunu rahatdır tapmaq. Gəlin siz yazın bunu. Kimlər istəyirsə yazsınlar orada. Hansını bilirsinizsə, yəni bu xəritədə hansıların yerləri yadınızda qaldısa və yaxud da ekrandan görüb uyğunlaşdıra bilirsinizsə, yazın orada 1 haradır, 2 haradır, yəni hansı quberniya, hansı general qubernatorluq. Bəli, 1 Naxçıvan general qubernatorluğu, əla. 2 Qarabağ, əla. Bəli, düzdür. Mən deməyim, yazanlar var, amma yazdıqlarınız həqiqətən çox doğrudur. Əla, bəli, başa düşmüsünüz. Afərin sizə, super. Demək ki, elə də çətin bir şey deyilmiş. Bəli, əla. Supersiz. Demək, bu xəritə isə baxın yazılıb yuxarısına. AXC Xarici İşlər Nazirliyinin 1919-cu il Paris Sülh Konfransına təqdim etdiyi rəsmi xəritənin rəngli versiyasıdır. Mən çox sevirəm xəritələri ümumiyyətlə. Düşünürəm ki, dərsə rəng qatır. Ona görə dərslərdə mütləq istifadə eləyirəm. Baxın, bu xəritədə aşağıda ümumiyyətlə xəritələri, burada sizə xəritələri oxumağı öyrədim. Çətin bir şey deyil. Zaten üstünə baxanda yazıları siz izləsəz belə deyim, xəritəni oxuyacaqsınız və rahat şəkildə əraziləri öyrənəcəksiniz. Baxın, aşağıda məlumat verir. Hansı işarə nədir? Qırmızı rəngdə işarəyə verib AXC-nin dövlət sərhədi. Baxın, Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə Paris Sülh Konfransına bu ərazilər üzrə təqdim ediblər ki, bizim yaratdığımız ərazi bu ərazidir. Burada qırıq-qırıq xəttlər ki var, baxın, bayaq dediyim. Qırıq-qırıq xəttlər mübahisəli ərazilərdir. Bir hissəsi, bu göstərdiyim hissələr Ermənistanla, yuxarıdakı hissə isə Gürcüstanla mübahisəli ərazilərdir. Şimaldan biz əvvəl Dağlıq Respublikası ilə qonşuyduq. Qonşularımızı da bu arada deyək. Daha sonra 1919-cu ildə Dağlıq Respublikasına Rusiya son qoyduqdan sonra biz birbaşa Rusiya ilə qonşu olmuş oluruq. Yəni bu o deməkdir ki, düşmən birbaşa ağzımızın içindədir. Rahat şəkildə bizi ələ keçirə bilər. Şimal-qərbdən Gürcüstanla qonşuyduq. Gürcüstanla bizim mübahisəli ərazilərimiz olmuş olsa da, onunla münasibətləri danışaraq həll etmişik. Yəni həll etməyə bacarmışıq. Diplomatik münasibətlər olub. Qərb tərəfdən Ermənistanla qonşuyduq. İndi də hal-hazırda elədir. Və buradan ermənilərlə münasibətləri heç vaxt bərpa edə bilməmişik. Diplomatik əlaqə qura bilmədiyimiz iki dövlətdən biridir. Çünki Ermənistan Azərbaycana təcavüzkar siyasət yeridirdi, ərazilərini ələ keçirmək istəyirdi. Hətta 1918-29 may tarixində İrəvan ona görə ona güzəştə gedildi ki, Azərbaycanın digər ərazilərinə, Naxçıvana, Qarabağa, Zəngəzura olan ərazi iddialarından əl çəksin. Amma Ermənistan təbii ki, bundan əl çəkmir. Təbii ki, burada Osmanlının da rolu olmuşdu İrəvanın verilməsində. Osmanlı deyir ki, burada bir Osmanlının ərazisini istəyir, bir də yaxud da yəni AXC ərazisini. Osmanlı da AXC-yə bildirir ki, İrəvanı ver, daha sonra biz geri alarıq.
Amma təəssüflər olsun ki, İrəvan elə birdəfəlik gedir. Cənubdan Qacarlarla, yəni İranla qonşuyduq. Qacarlar bu arada türk sülaləsidir və İranda hakimiyyətdə idi və Qacarların Azərbaycana ərazi iddiası olduğuna görə Azərbaycanı bir müddət tanımaq istəmir. 1920-ci il martın 21-də bayram günündə nəhayət ki, bunlar barışırlar və artıq Qacarlar de jure olaraq, yəni hüquqi olaraq Azərbaycan Xalq Cümhuriyyətini tanıyır. Şərq tərəfdən Xəzər dənizi ilə sərhədlənmişdik. Bir də heç vaxt diplomatik əlaqə qura bilmədiyimiz digər dövlət Rusiya idi ki, Rusiya Azərbaycan ərazisini ələ keçirməyə çalışırdı. Ona görə də AXC-ni müstəqil dövlət olaraq tanımır. Bu xəritə artıq 1920-ci ildə Azərbaycan SSR yaradılan, yəni AXC-nin süquta uğradıqdan sonra qurulmuş dövlətin, yeni bir qurumun xəritəsidir. Ərazi eynidir. Sadəcə bəzi ərazilərimiz qoparılacaq. Ermənistana, Gürcüstana və 20-30-cu illərdə Rusiyaya verilir. Musiqidə deyildiyi kimi hər qonşuda bir parçası əsir qalan, həqiqətən də hər qonşuda bir parçamız əsir qalıb. Belə, başqa nə deyə bilərik? Baxım görüm başqa nə yaddan çıxdı sizə əsas olan və demədiyim hissələr. Dediyim kimi qanunları deməyəcəm, ən çox çətinlik çəkilən hissələri deyəcəm. Əgər problemli hissələriniz varsa yazın aşağıda. Onu da izah eləyə bilərəm o şəkildə də. Belə baxım yadıma salım. Bu arada Azərbaycanda ilk dəfə hərbi donanma Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaranır. Yəni ona qədər Azərbaycanda hərbi donanma olmayıb. Düzdür, Salarilərin dövründə ticarət donanması yaranır, amma bu ticarət donanmasıdır. Hərbi donanma yaratmağa Nadir Şah cəhd eləsə də, Osmanlı ilə müharibə buna mane olur. Osmanlı imkan vermir ki, daha doğrusu Osmanlı ilə müharibəyə görə nail olmur donanma yaratmağa. Beləliklə AXC-yə qədər bizim donanmamız olmur. AXC də necə yaradır? İngilislər burdan gedəndə donanmasının bir qismini burada ruslara verir. AXC də xahiş edir ki, bizə də ver və verir. Onun sayəsində Azərbaycanda ilk dəfə donanma yaradır. Qanunlar verən parlament və Milli Şura hansını verir? Bunu necə müəyyən edirik? Parlamentin mövcudluğu dövrünü və Milli Şuranın mövcudluq dövrünü öyrənərək hər ikisinin verdiyini, yəni bir də həmin dövrdə verilən qanunlarda hansı qanunu bilmək istəyirsinizsə, onu ona uyğunlaşdıraraq tapa bilərsiniz. Yəni bunu əzbərləməklə tapa bilməzsiniz. Məsələn, gəlin baxaq. Deyir ki, 1918-ci il 27 iyunda türk dilinin Azərbaycan dili elan edilir də, yəni bununla bağlı qərar verilir. Birinci hökumət kabinetində. Birinci hökumət kabinetinə vaxt getdi. İkinci hökumət kabinetidir. Deməli bu sadəcə ikinci hökumət kabinetinin verdiyi bir qərardır. Yəni Milli Şuraya aidiyyatı yoxdur. Sadəcə hər ikisinin illərini əzbərləyirsiniz, nə vaxtdan vaxta mövcud olub və bu şəkildə müəyyənləşdirərək tapa bilərsiniz. General Thomsonun AXC hökumətinə münasibəti. Baxın, ingilislər 2 dəfə gəlib. Bir Densterville, hansı ki bu AXC Bakını azad edən vaxt gəlmişdi. O hissədən danışmadıq açıqcası. Danışa bilərəm əgər ehtiyac varsa. Densterville AXC-ni tanımır. Çünki o ermənilərə və ruslara kömək etmək üçün, yəni Bakını AXC-nin azad etməsinə mane olmaq üçün gəlmişdi. Amma Thomson gəlir və şərt qoyur ki, Thomson gələndə bu arada 2-ci hökumət kabineti idi. Noyabrda gəlir, 1918-in noyabrında. Osmanlı buradan çıxandan sonra. Və şərt qoyur ki, o şərtlə tanıya bilərik ki, sizin bir qanunverici orqanınız olsun. Yəni bunları bir növ qınayır da ki, sizin qanunverici orqanınız yoxdur, müasir bir dövlət olaraq. Ona görə bunlar da tez tələsik Milli Şuranı noyabrda bərpa eləyir ki, Milli Şurasız parlamentin yaranması haqqında qərar verə bilməz. Axı bir orqanı olmalıdır ki, qərar versin ki, biz parlament yaradırıq. Və Milli Şuranı bərpa eləyir, tez parlamentin yaranması haqqında qərarı verirlər və beləliklə parlament yaranır. Və bundan sonra Thomson tanıyır bu hökumət kabinetini. Yəni 3-cü hökumət kabinetini tanıyır və bildirir ki, siz hüquqi yaradılmış bir dövlətsiniz. Hətta Thomson bildirmişdi ki, siz Versal sülh konfransında iştirak edə bilərsiniz. Məhz buna görə də onlar 1919-cu ildə Versal Paris sülh konfransında daha doğrusu iştirak etmək üçün yola çıxırlar. Necə süquta uğrayır? Gəlin onu da xəritə üzərindən izah edək. Siz yazın dostlar, əgər suallarınız varsa baxıram buradan. Bir dəqiqə. Bir dəqiqə. Xəritəni hara elədimsə. Hə.
Deməli, burada vəziyyət necə idi? Deməli, Azərbaycan Xalq Cümhuriyyəti baxın, qurulub və bu dövrdə şimaldan Rusiya baxın, Rusiya Sovet Federativ Sosialist Respublikası dağlını, bu hissə Dağlı Respublikası, yəni müasir Dağıstan. Buranı işğal edib və buranı da tutub. Yəni dayanıb düz təpəmizin ortasında. Hər an hücuma keçə bilər. Ona görə AXC-nin qoşunlarının bir qismi buranı qoruyur, yəni sərhədləri qoruyur da. Bir qismi də Qarabağı, belə deyək. Qoşunlarımız da hələ təbii ki, indiki qədər güclü deyil. Yeni yaranmış bir dövlətin ordusu nə qədər güclü ola bilər ki? Və Rusiyanın Azərbaycana olan notaları var idi də. Burada tez-tez notalar göndərirdi. AXC məlumatlı idi ki, Rusiya nə etmək istəyir. Sadəcə olaraq rəsmi cavablar verirdi. Və Rusiya görür ki, yox, bu şəkildə alınmayacaq və həmin dövrdə 1-ci Dünya müharibəsindən sonra Paris Sülh Konfransında qərar verilib axı, hər bir millətin öz belə deyək də taleyini, müqəddəratını təyin etmə hüququ var. Yəni Rusiya bu hələ üstəgəl Rusiya Antantaya xəyanət eləmişdi 1-ci dünyada. Məhz bütün bunlardan sonra Rusiya birdən-birə hücum eləyib Azərbaycanı tuta bilməz. Çünki dünya buna səssiz qalmayacaqdı. Bu birbaşa o orada qoyulmuş qanunları, dünyanın yeni nizamını pozmuş olacaqdı. Buna cəsarət eləmir. Və buna görə də Rusiya hiyləyə əl atır. Yəni ermənilərlə, təbii ki, hər zamanki kimi ermənilərlə əlaltılıq eləyir. Ermənilərə deyir ki, Qarabağda ermənilər var idi axı. Onlara bildirir ki, burada qiyam qaldırın, üsyan qaldırın və AXC məcbur olacaq bu şimalda olan qoşunlarını çəkəcək qərb tərəfə. Qərb tərəfə çəkəndə şimal boşalacaq və Rusiya rahat şəkildə Azərbaycana, yəni Bakıya daxil ola biləcək. Və belə də olur. Mart ayında ermənilər qiyam qaldırır, bir tərəfdən döyüşlər baş verir. Düzdür, AXC qoşunları qalib gəlir, amma şimalı boşaltmışdı. Şimalda qoşun deyə bir şey qalmamışdı. Və bu vaxt Rusiya həmin vəziyyətdən istifadə edir, daxil olur və gəlir Bakıya tərəf. Düzdür, istəyirdilər ki, burada olan qoşunlar gəlib çatsınlar, amma çata bilmirlər. Vaxt az idi və gəlib artıq Bakıya çıxmışdılar. Yalama stansiyasında dayanmışlar və Biləcəridə daha doğrusu dayanmışlar. Ona görə də gecə ilə iclas keçirilir gecənin bir yarısında və qərar qəbul edirlər. Düzdür, Rəsulzadə və tərəfdarları istəmirdilər təslim etmək, amma digərləri tələb eləyir deyə məcbur olur. Bu şərtlə təslim edirlər ki, AXC-nin yəni toxunmayacaq müstəqilliyinə. Amma təbii ki, Rusiya verdiyi sözə əməl eləmir. Tutan kimi dərhal hər şeyi dəyişdirir. Nəsə demək istəyirdim bu arada. Sürətli şəkildə düşünürəm, yadımdan çıxdı getdi. Ümid edirəm yeni yadıma düşər deyərəm. Bir şey getdi artıq, bir şey yoxdur, getdi. Bu da var. Elə bunu deyəcəkdim. Daxili vəziyyət də gərgin idi burada. Çünki artıq 1920-ci ilin fevral ayından burada bolşevik hökuməti qurulub. Bolşevikləri niyə qurmuşdular? Ona görə ki, AXC-ni Rusiya, bu onu da deyək. Rusiya deməli birbaşa hücum edib tuta bilməz dünyanın yeni nizamına görə. Paris Versal konfransından sonra qərar qəbul edib ki, dünyada dövlətlərin öz taleyini, öz müqəddəratını təyin etmə hüququ var. Yəni artıq əvvəlki kimi müstəmləkəçilik rejimi deyil. Kim kimi istəyir hücum eləsin, tutsun, işğal eləsin, belə şeylər yoxdur. Dünya bunu tanımır. Hansı ki, Birləşmiş Millətlər Cəmiyyəti yaranmışdı, güya da bu vəziyyəti idarə etmək üçün. Ona görə də Rusiyanın bunu birdən-birə hücum edib tutmaq deyə bir şeyə cəsarət edə bilməz. Üstəgəl Antantaya xəyanət elədiyi halda. Antanta onsuz da Rusiyaya nifrət eləyir. Heç onunla əlaqələri kəsib. Görmək, belə deyək də, istəmir Rusiyanı. Heç bir masada oturmurlar. Heç Paris Sülh Konfransına onu dəvət belə eləmirlər, saymırlar, adam yerinə qoymurlar. Belə bir vəziyyətdə Rusiyanın ixtiyarı yox idi belə şeylər eləməyə. Ona görə də AXC-nin içərisində, daxilində bolşevik hökumətini yaradır. Niyə yaradır? Düşüncəyə baxın, görün planı necə qurub. Bu bolşeviklər AXC-yə güya içəridən son qoyacaq. Adını qoyacaq ki, AXC-yə mən son qoymadım, mən onu işğal eləmədim. İçəridən bolşeviklər özlərini sübut etdirdilər və sonra könüllü olaraq mənə birləşdirdilər. Baxın, adını bu şəkildə qoyacaqdı. Və bolşevik hökumətinin içərisini də Azərbaycanlılardan təşkil etmişdi ki, rahat şəkildə bunu deyə bilsinlər ki, bu özləri öz içərilərində öz dövlətini sübuta uğratdı və sonra bizim ərazimizə belə deyək də qoşuldular. Belə bir şey.
Daxildə bu dönəmdə vəziyyət necə idi? Hə, bolşeviklər baxın, hazırlaşırlar süquta, yəni dövləti süqut etdirməyə hazırlaşırlar. Ona görə də, bu, Hacınskiyə tapşırılmışdı ki, 6-cı hökumət kabineti qurulsun, və Hacınski bu hökuməti quranda, ona görə iştirak etmək istəmir bolşeviklər. Çünki onlar arxayındılar, dövlət süquta uğrayacaq və bolşevik hökuməti bunu idarə eləyəcək. Ona görə qoşulmaq istəmir. Müsavat oradan etiraz eləyir, o birisi oradan etiraz eləyir. Hacınski də deyir ki, qoşulmursunuz, qoşulmayın. Mən ümumiyyətlə hökuməti qurmuram. Beləliklə hökumət kabineti qurulmadığına görə dövlətin vəziyyəti daha da pisləşir. Hökumət kabinetinin qurulmaması niyə vəziyyəti pisləşdirir? Bu da bir sual yaradır insanların beynində. Çünki baxın, Azərbaycan bu dəqiqə necə orqandır? Qanunverici, icra edici və məhkəmə orqanları var da. Biri olmayanda avtomatik olaraq idarə edicilik pozulur. Çünki üçü bərabər şəkildə, tarazlı şəkildə idarə eləyirlər. Bu dövrdə də hökumət kabineti olmadan, yəni icra edici orqan olmadan AXC dövləti mövcud deyildi. Yəni tam şəkildə mövcud olmur. Ona görə hökumət kabineti mütləq olmalı idi və hökumət kabinetinin olmaması, daxildə bir-birləri ilə ixtişaşların olması, bu da vəziyyəti bir tərəfdən gərginləşdirir. Kompüterim artıq gecə rejiminə keçdi. Yəni deyir ki, yatmaq vaxtıdır. Yenə nəsə demək istirdim, yadımdan çıxdı. Ümid edirəm nəsə yazarsınız, orada xatırlayaram. Nə demək istəyirdim? Belə. Deyəcəyim başqa bir şey məncə qalmadı artıq. Başqa nə var burada? Naxçıvanda 2 dəfə fərqli vaxtlarda general qubernatorluq yaradıldı. Nə üçün? Çünki birinci dəfə yaradılanda onu tətbiq etdilər. Yəni qubernatorluq quruldu. Amma onu belə deyək də, fəaliyyəti baş tutmadı. Çünki həmin dövrdə ingilislər ermənilər dəstəkləyir və burada bir müddət erməni hakimiyyəti qurulur. Ermənilərin hakimiyyəti oldu. Və erməni hakimiyyətinə son qoyduqdan sonra qubernatorluğun fəaliyyəti bərpa olunur. Ona görə 2 dəfə fərqli general qubernatorluq yaradılmış kimi görünür. Əslində bir dəfə yaradılıb, sadəcə fəaliyyəti bərpa edilir. İkinci dəfə onun Cəminski tərəfindən fəaliyyəti bərpa olundu. Dərsi YouTube-da, nə bilim, istəyirsinizsə qalsın. Qalmasını istəyirsinizsə qala bilər yəni. Belə bir şey. Belə dostlar. Məncə bu qədər kifayətdir. Mümkün olduqca yaralı yerlərə toxunmağa çalışdım. Beyinlərdə sual işarəsi qalan yerlərə toxunmağa çalışdım. Ümid edirəm ki, faydalı olmuş olar. İnşallah ki, bu dərsləri tez-tez eləməyə çalışacağam. Tez-tez eləyəcəm. Başqa mövzularda. Hansı mövzularda olmağını istəyirsinizsə bizə rəylərə yazın, mesaj bölməsinə yazın. Yəni mən görüm ki, hansı çəkirsiniz, o mövzulara toxunun. Və yaxud da AXC mövzusundan hansısa hissələr əgər çətinlik çəkirsinizsə, ikinci hissədə yəni o hissələrə toxunarıq. Çox təşəkkür edirəm ki, bu gün mənə güvəndiniz, qatıldınız. Ümid edirəm ki, faydalı olmuş olar. Gələcək bundan sonrakılar da ümid edirəm ki, hər kəsə faydalı olar. Niyyətim həqiqətən sizə fayda verməkdir. Çoxdan istəyirdim belə bir şeylər eləmək, amma vaxta görə çatdıra bilmirdim. Şükür Allaha indi biraz vaxt var. Ona görə istəyirəm ki, də belə şeyləri, bu işləri davam elətdirim. Ara-ara YouTube-a videolar da yükləyəcəm sizin üçün, dərs izah videoları. Onu da hansını istəyirsinizsə yazın. Mən görüm ki, hansını istəyirsinizsə, hansına ehtiyac varsa onları çəkək. Belə dostlar, hamınızı çox sevirəm. Çox sağ olun.